Salam değerli tələbələr. Bugünkü mövzumuz countable sayılan və uncountable sayılmayan isimlər. Countable sayılan isimlər dedikdə sayılması mümkün olan isimlərdir. Sayılmayan isimlər isə sayılması mümkün olmayan isimlərdir. Baxaq görək sayılan isimlərin xüsusiyyətləri. Sayılan isimlərin xüsusiyyətləri. Tək isim ola bilər. Məsəl üçün book deyə bilərik. Cəm isim ola bilər. Books ola bilər. Tək də ola bilər. Cəm də ola bilər. Qarşısında rəqəm işlənə bilər. Rəqəm məsəl üçün books vermişik. Sonra qarşısında ənazə işlənə bilər. Tək isim olan zaman. Qarşısında en artiklı bildirir. En artiklı 1-ə bərabərdə bilirik. Qarşısında many, a lot of verə bilərik. Books ola bilər. Several, yəni many-dir, a lot-dur, several-dır, few-dur, a few-dur. Bunlar olan zaman artıq isimimiz nə olacaq bizim? Olacaq cəm isimimiz. Yəni bildiyimiz bu qeyd etdiklərimizin hər biri ola bilər. Amma getdik uncountable. Sayılmayan isimlərdə nə ola bilməz? Diqqətli olma. Sayılmayan isimlər tək isimlərdir. Yəni təkdə olur. Bilirik ki, sayılmayan nə olur? Tək isim olur. Amma sayılan isimlər problem deyil. Yəni həm tək olur, həm də cəm ola bilər. Bunu bildim. Sayılmayan isimlər təkdə olur. Qarşısında rəqəm olmaz. Diqqətli olmaq lazımdır. Qarşısında necə olmaz? Sayılmayan isimlərin rəqəm olmaz. Qarşısında en artiklı rəqəm olmaz. Sonra qarşısında many-dir, a few-dur, several-dır. Məsəl üçün ola bilməz. Nə olmaz? Qarşısında many-dir, a few-dur, several artiklı ola bilməz. Getdik növbəti. Traffic sözü ən çox testlərdə bunlar düşür və tələbələrin də çoxları səhv edirlər. Traffic sözü nədir burada? Yol deməkdir. Traffic yol. Traffic sözü sayılmayandır, düzdür. Traffic policeman olanda artıq trafik təkdə olanda sayılmayandır. Bu normaldır. Amma burada traffic policeman olanda artıq trafikə aiddir. Söhbət burada policeman aiddir. Necə olur? O da olur sayılan. Diqqətli olmaq lazımdır. Artikeldə bir polis olduğuna görə mən olur. Amma burada desək traffic policeman, bu artıq cəmi bildirir. Ona görə burada artikelin olur? İşlənməz. Diqqətli olmaq lazımdır. Eyni zamanda information gördük, okey, sayılmayandır, düzdür. Information sayılmayan. Növbəti information about, informasiya, yəni məlumatı lövhəsi. Buna görə bu da düz sayılır. Deyərsiniz ki, bəs müəllim bunun qarşısında article. Düzdürmü? Trafikin qarşısında article işlədilmədi. Tamam, traffic olmaz çünki sayılmayandır. Bəs deyərsiniz ki, müəllim burada nə işlədik? Traffic policeman. Burada trafikə görə vermirsiniz. Yanındakı isimə görə article mütləq verməlisiniz. Bu article buna aiddir. Burada amma article özü avtomatik üstündən xətt çəkdi, işlənməyəcək. Səbəb yenə policeman sözünün cəm olduğu üçündür. Information yenə sayılmayandır. Yəni en article işlənməz. Bu səhvdir. En information burada işlənəcək. Səbəb çünki burada yenə isimimə aid olur. İsimə görə mütləq işlənməlidir. Növbəti burada en information board. Burada da işlənməyəcək article çünki səbəb board sözü nədir? Cəmdədir. Getdik sonra növbəti nəyə baxırıq? Uncountable, sayılmayan isimlər. Diqqətli olmaq lazım. News sözü sayılmayandır. Physics sözü sayılmayandır. Bilyard sözü sayılmayandır. Work sözü sayılmayandır. Children sözü sayılmayandır. Politics sözü sayılmayandır. Bir sözlə belə yadda saxlaya bilərsiniz ki, bəzi isimlər var ki, sonun yəni nə ilə S-lə bitənlər nədir? Sayılmayandır. Diqqətli olmaq lazımdır. Baxın, bunları əzbərləyirsiniz bilin. Getdik countable-la sayılan isimlər. Bəzən biz elə bilirik ki, bunlar sayılmayandır. Amma bunların hər biri nədir? Sayılan isimlərdir. Görək hansılardır? P, noxud sayılandır. Bean, lobiya sayılandır. Cloud, bulut sayılandır. A wind, külək sayılandır. A storm, fırtına sayılandır. An impression, təəssürat sayılandır. A hope, ümid sayılandır. A dream, arzu sayılandır. A joke, zarafat sayılandır. A wish, arzu sayılandır.
Növbəti an idea, ideya sayılandır. A thought, düşüncə sayılandır. A problem sayılandır. A degree, dərəcə sayılandır. A start, ulduz sayılandır. An accident sayılandır. An event, hadisə sayılandır. An anniversary, il dönümü sayılandır. A sandwich sayılandır. A pizza sayılandır. Okey, əla. Bunlar diqqətlə əzbərləmə. Çünki testlərə son zamanlar düşür. Yenə qayıtdıq burada uncountable'lar. Uncountable'lara baxaq. Sayılmayan isimlər necə olur? Sayılmayan isimlərin qarşısında rəqəm olmaz. N artiklı olmaz. Sonra cəmlənə bilməz. Yəni qarşısında many, few, several kimi olmaz. Much, a little, little, a lot of olar. Burada üstünə xətt çəkilib, burada səhvdir. Yəni bunlarla nə olur? Olar. Məsəl üçün water sözü götürək. Water. Advice sözünü götürək. Advice sözü nədir? Advice, məsləhət. Tamamı sayılmayandır. Much advice deyə bilərəm. Little advice deyə bilərəm. Little advice, a lot of advice. Yəni bunlar nə olur? Sayılmayan isimlərlə işlənir. Much advice və yaxud da water sözü olsun. Çoxlu su, biraz su, az su, çoxlu su. Uğurlar arzu edirəm hər birinizə. Diqqətli olmaq lazımdır ki, testlərdə səhv etməyək.